Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə birlikdə 6-cı sinif təsvir sənət fənnindən KSG 3 variant A və B suallarını birlikdə işləyək. Əvvəlcə B variantından başlayaraq birinci sual. Zikkurat sözünün mənası nədir? Zirvə, pilləkən və nəhəng. Zikkurat sözünün mənası zirvə, təpə, dağ zirvəsi deməkdir. Cavab A variantı. İkinci sual. Şəkildəki tikilinin adını qeyd edin. Zikkurat, Kolizey və Babil gülləsi. Şəkildəki tikili Kolizey abidəsidir. Daha çox fincanı xatırladır və vəhşi heyvanların təlimi isə burada baş verirdi. Üçüncü sual. Memar Sinanın yaratdığı məscidləri yazın. Açıq sualdır. Deməli, Memar Sinanın yaratdığı məscidlər hansılardır? Süleymaniyə məscidi, Şahzadə məscidi və Səlimiyyə məscidi. 3 dənə məscid. Dördüncü sual. Michelangelo Pieta heykəli neçə yaşında yaratmışdır? 24, 25 yoxsa 30? Michelangelo Pieta heykəlini 25 yaşında yaratmışdır. B variantı. 5-ci sual. Pieta sözünün mənası nədir? Sərhəd, mərhəmət, nəhəng. Dedik ki, Michelangelo Pieta heykəlini 25 yaşında yaratmışdı. Pieta sözünün də mənası nədir? Mərhəmət, təzyiyə və ağı deməkdir. B variantı. 6-cı sual. O obrazları yapma ilə deyil, yonma ilə yaradırdı. Söhbət hansı rəssamdan gedir? Mirel Mirqasımov, Michelangelo, İlya Repin. Yapma ilə deyil, yonma ilə yaradan rəssam Michelangelo olmuşdur. B variantı. 7-ci sual. Yarıdan az qabardılan heykəltaraşlıq növü nə adlanır? Qarelyef, barelyef yoxsa dəyirmi? Yarıdan az qabardılan heykəltaraşlıq növü. Heykəltaraşlıq özü 2 növə bölünür. Dəyirmi və relyef. Relyef özü 2 yerə bölünür. Barelyef və qarelyef. Barelyef yarıdan az qabardılan heykəltaraşlıq növüdür. Qarelyef isə yarıdan çox qabardılmış heykəltaraşlıq növüdür. Bu da cavab B variantı. 8-ci sual. Statuetka nə adlanır? Nəhəng, kiçik yoxsa çox qabardılmış? Statuetka kiçik heykəldir. Statua isə nəhəng. Burada B variantı. 9-cu sual. Səlimiyyə məscidi harada yerləşir? Rusiya, Ədirnə, İran. Səlimiyyə məscidi Ədirnədə yerləşir və Memar Sinanın yaratdığı məscidlərdən biridir. 10-cu sual. Öz təsəvvüründə canlandıraraq türbə yarat. Yəni sizin öz təsəvvürünüzdə canlandırdığınız bir türbə. Bu Möminə xatun türbəsi də ola bilər. Yusif ibn Küseyri türbəsi də ola bilər. B variantı bu qədər. İndi isə A variantına keçək. A variantı 1-ci sual. Mesopotamiya valisi Qudeya heykəltaraşlığın hansı növüdür? Statuetka, statua, heykəllər qrupu. Mesopotamiya valisi Qudeya çiç heykəldir. Çiç heykəlləri isə nə deyilir? Statuetka, yəni xırdaçı heykəllər statuetka adlanır. 2-ci sual. Pieta heykəli hansı heykəltaraşlıq növüdür? Heykəllər qrupu, büst, statua. Statua nəhəng heykəldir. Büst sinəyədək olan təsvirdir. Heykəllər qrupu isə bir və ya daha çox fiqurdan ibarət heykəllər. Cavab A variantı. 3-cü sual. Şəkildəki heykəlin adı nədir? Qudeya, Şinci Ebik və Pieta. Şəkildəki heykəl statuetkadır, yəni çiç heykəldir. Qudeya. A variantı. 4-cü sual. Latınca nəhəng deməkdir. Nöqtələrin yerinə uyğun cümləni yazın. Demişdik ki, statuetka xırda çiç heykəldir. Statua isə nəhəng. Barelyef isə yarıdan az qabardılmış heykəltaraşlıq növü. Cavab B variantı. 5-ci sual. Michelangelo Musa heykəlini neçə yaşında yaratmışdır? Pietanı 25 yaşında yaratmışdır. Ancaq Musanı isə 30 yaşında. B variantı. 6-cı sual. Michelangelo David heykəlini hansı materialdan yaratmışdır? Tunc, mərmər yoxsa gil? Michelangelo David heykəlini mərmərdən yaratmışdı və 5 metr hündürlükdədir. 7-ci sual. Ayasofya məbədi hansı üslubdadır? Antik, Bizans, Roman. Ayasofya məbədi Bizans üslubundadır. B variantı. 8-ci sual. Süleymaniyə məscidi hansı memar tərəfindən yaradılıb? Memar Əcəmi, Memar Sinan, Tokay Məmmədov. Süleymaniyə məscidi, Səlimiyyə məscidi və Şahzadə məscidi. Hamısı Memar Sinan tərəfindən yaradılmış məscidlərdir. B variantı. 9-cu sual. Əcəmi Naxçıvanın yaratdığı türbələrin adlarını qeyd et. Deməli, Əcəmi Naxçıvanın yaratdığı türbələr hansılardır?
Birincisi Möminə Xatun türbəsi, Yusif ibn Küseyir türbəsi və Naxçıvan Cümə məscidi. 10-cu sual. Misir ehramlarının rəsmini çəkin. Deməli, dünyanın 7 möcüzəsindən biri sayılan Misir ehramlarının rəsmini çəkməyi tələb edir. 10-cu sual isə bu qədər. Bugün A variantını və B variantını birlikdə işlədik.